Hər birinizi salamlayıram. Sizlərlə biz bu günləri Bəxtiyar Vahabzadənin Şəhidlər poemasının məzmununa və təhlilinə baxacağıq. Öncəliklə onu qeyd edim ki, əgər kanala abunə olmamışsınızsa, elə indi kanala abunə olun və videonu bəyənin. İndi isə gəlin sizlərlə poemaya baxaq. Deməli, Şəhidlər poeması mövzusu nədən bəhs edilir? Mövzusu 20 yanvar faciələrindən bəhs edilir. 20 yanvar faciəsində insanların o başına gələn müsibətlərdən, 20 yanvar hadisələrindən bəhs edilir. Və həyatı əks etdirmə növü isə lirik, epik növdədir. Təbii ki, poema janrında yazılmışdı və ideyasına nə deyə bilərik? İdeyası isə odur ki, ümumiyyətlə müəllif əsərdə nikbindir. İnanır ki, bir gün bu şəhidlərin qanı yerdə qalmayacaq, tökülən qanlar hədər olmayacaq. Yəni müəllif bunlara inanır. Ümumiyyətlə müəllif nikbindir. Bilir ki, şəhidlərin qanı yerdə qalmayacaq. Üçrəngli bayrağımız hər zaman dalğalanacaq və igid övladlarımız bu mübarizəni davam etdirəcəkdir. Bu ideya məsələn Heydər Babaya Salam poemasında da biz görmüşdük. Orada da Şəhriyar onu qeyd eləmişdi ki, mərd oğullar dolginən, namətlərin burunların ovginən. Daha sonra Xəlil Rza Ulutürkün şeirində də biz bu məqamı, Qaytar mənim qüdrətimi Azərbaycan şeirində də biz bu məqamı görmüşdük. İndi gəlin sizinlə bir yerdə təhlil hissəsinə keçək. Öncəliklə əsəri gəlin bir yerdə oxuyaq. Birinci başlayır. Nə istəyir bu millət başlığı ilə başlayır. Gəlin görək burada nədən danışılır. İstəkləri gözündə, tələbləri dilində. Millət dənizə döndü, dənizin sahilində. Dalğalandı bu millət, alışıb öz oduna, yandı bu millət. Dilsiz sağır göylərə, dirək oldu haqq səsi, başlandı bu ölkənin meydan mübarizəsi. O zamanki özümüz olduq öz dustağımız, qəlbimizə sığındı üçrəkli bayrağımız. O vaxt ki azadlığın işartısı göründü. Qəlbimizi bir anda dəlib keçdi o bayraq. Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. Bir məqsədə calandı, əllərdə dalğalandı. Qatil bunu görüncə pozdu cəlalımızı. Qanımıza boyadı bizim hilalımızı. Ümumiyyətlə bu Şəhidlər poeması təbii ki Bəxtiyar Vahabzadənin ən gözəl əsərlərindən biridir və sanki Bəxtiyar Vahabzadə özü də bu hadisələrin təbii ki şahidi olub. Çünki elə həmin dövrdə yaşayıb Bəxtiyar Vahabzadə də. Ona görə necə deyim, poemada o gördüklərini təsvir edib də, o 20 yanvarda insanların başına gətirilən o faciələri təsvir edibdir. Biz də elə əsəri oxuyanda bir anlıq elə bir ki, həmin o faciələr bizim gözümüzün önündə canlanır. Və burada nədən bəhs olunur? Deyir ki, insanların deyir istəkləri onların gözlərindən görünür. Tələbləri isə dilindədir. Millət deyir dənizin sahilində, yəni o Xəzər dənizinin sahilində dənizə dönübdür. Yəni insanların o çoxluğunu şair burada belə bir bənzətmə ilə göstərilibdir. Dalğalandı bu millət. Millət yəni deyir ayağa qalxdı. Daha sonra alışıb öz oduna yandı bu millət. Dilsiz sağır göylərə dirək oldu haqq səsi. Başlandı bu ölkənin meydan mübarizəsi. Artıq o xalqın o içərisindəki sanki o azadlıq istəyi çölə çıxır və deyir dilsiz sağır göylərə dilək oldu haqq səsi. Haqqın səsi deyir göylərə qalxdı sanki. Bu ölkənin deyir meydan mübarizəsi başlayır. Yəni insanlar artıq deyir çölə çıxır, əllərində bayraq. Sonra qəlbimizə sığındı üçrəngli bayrağımız. O vaxt ki azadlığın işarəçisi, artıq azadlığın deyir işıltısı görünürsə, qəlbimizi bir anda dəlib keçdi o bayraq. Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. O azadlıq hissi var idi ki qəlblərində. Artıq o sanki azadlıq hissi, artıq o qəlblərindəki olan azadlıq hissi bir növ o insanları hərəkətə gətirir. Artıq insanlar azad olmaq istəyir və əllərində bayraq küçələrə axışırlar. Bir məqsədə calandı, əllərdə dalğalandı. Sanki hər kəsin məqsədi eyni idi, bayraq da əllərində dalğalanırdı. Və qatillər deyir bunu görüncə bizim bu azadlıq istəyimizi boğmağa çalışdılar və bizim deyir o hilalımızı qanımıza boyadılar. Qanımıza boyadılar deyir. Bizim o hilalımızı deyir qanımıza boyadılar. Bu nə deməkdir? O necə ki
20 yanvarda şəhidlərimiz olmuşdu. Onu nəzərdə tutur ki, yəni bizim bu hilalımızı qanımıza boyadılar, şəhidlər verdik. Daha sonra təzadlar içərisində yalana, riyaya nə qədər uyduq. Bir Qızıl Orduya abidə qoyduq. Bu həmin o Qızıl Ordu ki, 20 yanvar faciəsini törətmişdi. Həmin Qızıl Ordu günün birində bizim qanımızı tökdü. Qatil bizimlə o gecə həm də haqqı həqiqəti tutdu qurşuna. Hansı göstərişlə gəlibmiş görən silahsız kütləni bu qıran ordu. Vallah bu vəhşəti törədə bilməz. Ən qəddar qudurğan çıldıran ordu. Şər üçün nə qayda, nə şərt, nə qanun. Bu imiş haqqışı Qızıl Ordunun. Kimdir bəs ölənlər, inanmaq çətin. Dünən Rusiya üçün can verənlərin, şəhid düşənlərin şəhid ovladı. Əfsus, eyni olur şəhidin adı. O şəhid, bu şəhid, sən bir işə bax. O nəyin uğrunda, bu nəyin ancaq. O şənbə gecəsi, o məlun gecə birdən üzə çıxdı bu fərq. Gör necə. Deyir ki, bu qırğını törədənlər kimdir? Qızıl Ordudur təbii ki. Yəni biz o Qızıl Ordunun o yalanlarına inanırdıq. Bizi o yalanları ilə aldatmışdı. Lakin deyir o bir gün o Qızıl Ordu bizim qanımızı tökdü. Hətta deyir onlar haqqı həqiqəti tutdular qurşuna. Görəsən deyir bu qatillər kimin göstərişi ilə gəlibmiş? Silahsız kütləni bu qıran ordu deyir görəsən kimin göstərişi ilə gəlibmiş? Vallah deyir ki, belə cür və bu cürə vəhşəti törədə bilməz. Hətta deyir ən qudurğan, ən qəddar ordular belə bu cürə dəhşəti törədə bilməzdi. Bu imiş deyir haqq işi, dırnaqarası deyir haqq işi, haqq yolunda görülən iş deyir bu imiş Qızıl Ordunun dırnaqarası haqq işi. Kimdir bəs ölənlər deyir inanmaq çətin. Dünən Rusiya üçün can verənlərin o deməli hal-hazırda deyir şəhid olanlar bir vaxt o Rusiya üçün vuruşanların, Rusiya Qızıl Ordu üçün deyir vuruşanların övladlarıdır. İndi hal-hazırda can verənlər deyir, onlar da can verib şəhid oldular Rusiya uğrunda. İndi şəhid olanlar da öz xalqımız uğrunda şəhid olur. Deyir ki, çox əfsus ki, o da şəhiddir, bu da şəhiddir. O nəyin uğrunda deyir, o birisi şəhidlər deyir nəyin uğrunda getdi, bu şəhidlər nəyin uğrunda getdi. Şənbə gecəsi isə deyəndə burada yəni 20 yanvar, qanlı 20 yanvar gecəsi nəzərdə tutulur. Gör deyir, birdən üzə çıxdı bu fərq necə, gör necə. Yəni o həmin o vaxt gedən şəhidlər, bir də bu vaxtlar gedən şəhidlərin arasındakı o fərq gör necə üzə çıxdı. O vaxt şəhid olanlar başqa bir amal uğrunda şəhid olurdular. Başqa bir dövlət üçün şəhid olurdular. Bu şəhid olanlar isə bir vaxtlar qoruduğu dövlət üçün şəhid olurlar. Ədalət də gerçək də deyir, vallah yoxdur o gecə, zülm zalım əli ilə haqqı boğdu gecə. Nə həmin o gecə ədalət var idi, nə gerçək var idi. Zülm də zalimin əli ilə haqqı boğdu. Zülm haqqı boğur. Həmin gecə zülm haqqı boğdu. Tunç sirehli ilanlar, tunç deyəndə tunç sirehli ilanlar haqqımızı deyir nə anlar? Həqiqəti yalanlar küncə sıxdı o gecə. Həqiqəti də yalanlar küncə sıxır. Kimə deyim deyir dərdimi, qəsbkar namərdəmi, 70 ilin dərdqəmi gözdən axdı o gecə. Qəsbkar namərd deyəndə, yəni burada başqalarının torpaqlarını işğal edən, başqalarının haqlarına göz tutan, daha sonra özün olmayan nələrisə ələ keçirmək istəyən, 70 ilin dərdi, qəmidir, gözdən axdı o gecə. Analar amanında sinələr oldu şan-şan, şəhidlərin qanından şimşək çaxdı o gecə. Qara geydi bu vətən, o vətəndəkilər nəzərdə tutur, təbii ki, yas tuturlar. Yox hayına bir yetən, heç yerdən də deyir kömək gəlmir vətənə. Həyata hamilə ikən ölüm doğdu o gecə. Yəni insanlar yaşamaq istirdi, amma o gecə şəhidlər oldu. Sonra nə deyək deyir bu vəhşətə, bu zülmə dəhşətə, Allah bu müsbətə, görəsən deyir Allah necə bu müsbətə baxırmış həmin gecə. Ertəsi Bakının küçələrindən yudular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllad görən qanla ləkələnmiş öz vicdanını. Bu hissə Səsli qızı xatırlatdı yəqin ki sizə də. Səsli qızda da belə bir məsələ var idi ki, küçədəki o qan ləkələri var idi. Onlar o qalib hökmdarın gəlişi ilə təmizlənirdi. Gecənin yarısı hər yan qanqada, qırmızı güllələr uçur havada. Qanla ləkələnmiş, burada deyir, gecənin yarısı hər yan qanqada, qırmızı güllələr uçur havada. Özünü itirmir adamlar yenə, yetirir özünü haraya.
Maşınlar bir yana, çiyinlərində də yaralı daşınır xəstəxanaya. Sanki burada bir insanların birliyi əks olunubdu. Göydən güllələr yağır, amma insanlar bir-birinə köməyə yetişir burada. Maşınlar bir yana, çiyinlərdə də yaralı daşınır xəstəxanaya. Güllə vıyıltısı bu acı səsdən titrəyir, lərzəyə gəlir binada. Amansız saldatlar keçirir qəsdən bütün çıraqları xəstəxanada, işıqları söndürürlər. Xəstəxanadakı işıqları da söndürürlər ki, insanlar orada müalicə ala bilməsinlər. Gör necə deyir, böyümüş bizə qəzəbkin. Burada da göründü, qalmadı qınında. Yəni özünü deyir, burada da göstərdi. Çarəsiz həkimlər indi neynəsin? Əməliyyat gedir, şam işığında. Deməli, əməliyyat necə gedirmiş? Şam işığında gedirmiş. Səhər açılınca adamlar bir-bir yığılıb gəlir. Qan vermək istəyir yaralara. Yaralılara qan vermək istəyirdi. Burada da bir birlik görürük. Amma insaf hara, qan tökən hara. Sanki bir ziddiyyət var. Bir tərəfdə insaf, bir tərəfdə qan tökən. Soldatlar töküldü, hey axın-axın, döyükə-döyükə baxdı dörd yana. Tutuldu bir anda xəstəxananın həyəti bağçası güllə borana. Xəstəxananın həyətin bazasını güllə borana tuturlar. Heç kəs bu sifətdə görməyib şəri. Hələ bəs deyilmiş tökülən qanlar. Xəstəyə qan vermək istəyənləri bir an içində dağıtdı onlar. Burada xəstəyə qan vermək istəyənləri də bir an içərisində güllə boranı tutub dağıdırlar. Ertəsi Bakının küçələrindən yenə də bu, bax bu görürsüz, bu hissə yenə də təkrarlanır. Burada da var idi, burada da təkrarlanan hissə. Ola bilər, sual düşə bilər. Təkrarlanan hissə bu hissəsidir. Daha sonra keçirik eşq olsun sizə hissəsinə. Bəzən öz-özümə düşünürəm mən. Nahaq şəhid oldu bizim cavanlar. Ömrü ucuz verdi bir iş görmədən. Boş yerə ölməyin nə mənası var? Deməli, əvvəlcə müəllif belə düşünür ki, öz-özünə belə düşünür ki, yəni o şəhidlər deyir boş yerə öldülər də. Onsuz da deyir heç bir şey eləmədilər. Yəni boş yerə öldü. Yəni boş yerə deyir ölməyin nə mənası var idi ki? Sonra da deyir düşünürəm ki, yəni ziddiyyətli düşüncələri var. Əvvəl belə düşünür, daha sonra da düşünürəm ki, deyir yox. Onlar qorxmadan cumdular ölümün üstünə belə. Bir iş görmədilər yaşayan. Yaşayan zaman deyir heç bir iş görmədilər. Amma qəhrəman oldular ölümləri ilə. Bizim əlimizdən çoxdan alınmış haqqı bu dünyaya. Onlar deyir öz ölümləri ilə qəhrəman oldular. Bizim əlimizdən o çoxdan alınmış haqqı bu dünyaya. Haqqı, yəni əlimizdən alınmış o haqqı dünyaya bildirdilər. Millətin qəlbinə qəsdən salınmış qorxu iblisini öldürdü onlar. Sanki insanlar deyir, hər zaman içərisində bir qorxu var idi. Onlar öz o cəsurluğu ilə, o əliyalın tankların qarşısına çıxmaqla insanların içindəki o qorxunu öldürdülər. O gecə dağlardan enel sel təki, qəzəbdən köpürüb daşdı millətim. İnsanlar qəzəbli idi. O şənbə gecəsi ürəyindəki qorxu hasarına. Sanki o şəhidlər var. İnsanlara sanki bir cəsurluq dərsi keçirirlər də əliyalın tankların qarşısına çıxmaqla. Deyir ki, o şənbə gecəsi ürəyindəki qorxu hasarını aşdı millətim. Sanki deyir, o şənbə gecəsi ilə insanların o qəlbindəki qorxu hasarı da çəkilir gedir. Yəni qorxu keçir gedir. Bu ölüm, bu qorxun dərs olsun bizə. Deməyək boş yerə candan keçdilər. Müəllif deyir ki, yox, boş yerə candan keçməyiblər. Onlar şəhid olub millətimizə cəsarət, öz ölümləri ilə sanki insanlara necə cəsarətli olmaq lazımdır, onu təlim keçdilər. Xəyal bir çiçək də bitirə bilməz bu gündən sabaha körpü salmasa. Yəni deyir, boş yerə arzu qurmaqla iş keçməz də, yəni boş yerə xəyal qurmaqla arzu keçməz. Xəyal deyir, bir çiçək də bitirə bilməz bu gündən sabaha körpü salmasa. Bu gündən azadlıq ağacı bar verə bilməz şəhidlər qanı ilə suvarılması. Yəni müəllif düşünür ki, azadlıq almaq boş yerə olmur da. Azadlıq almaq üçün də gərək şəhidlərin qanı tökülməlidir. Azadlıq deyir ağacı bar verə bilməz şəhidlər qanı ilə suvarılmasa. Yəni istər-istəməz insan belə deyək də azadlığa çıxmaq istəyirsə, orada şəhidlər olacaq. Müəllif onu deməyə çalışır. Baxıb sinələrindən axan alqana, buludlar kişnədi, göy qan ağladı. Sanki deyir o səsli qızda var idi, o deməli təbiətlə insanların o necə deyim, eyni əhval-ruhiyyədə olmağı burada ondan danışılır ki, sanki deyir buludlar kişnədi, göy qan ağladı. Yəni təbiət də insanın halına ağlayır. O şənbə gecəsi vətən başına elə bil vətən boyda Qarabağ ağladı. Azadlıq verilmir, alınır, dayan. Onun elçisidir ölüm qanqada. Bilirsiniz bu nəyə xatırladır? Məhəmməd Hadinin şeirində də var idi bu məsələ.
4 ildə tökülən bu qədər qan hədər olmaz. Bəxtiyar Vahabzadə də düşünür ki, şəhidlərin qanı hədər olmadı. Onlar insanlara cəsarət təlimi keçdilər və inanır ki, bir gün bu şəhidlərimizin mübarizəsi davam eləyəcək, azadlığımız alınacaq. Daha sonra hər zaman üç rəngli bayrağımız dalğalanacaq. Onun elçisidir, deyir, azadlıq verilmir, alınır. Azadlıq verilmir, yəni gərək onu insan ala. Onun elçisidir ölüm qanqada. Ölüm qanqada deyir, azadlığın elçisidir. Azadlıq deməli verilmir. Onun elçisi nədir? Ölüm qanqada. Ölümə cəfaya hazır olmayan millət hazır deyil azadlığa da. Yəni deyir, ölümə əgər cəfaya hazır deyilsənsə, sən heç azadlığa da hazır deyilsən də, yəni bir növ azad olmaq istəyirsənsə, gərək canından keçməyi də bacarasan. Yalın əllər ilə tanklar üstünə atılan cavanlar, eşq olsun sizə. Burada müəllif o gənclərimizə deməli yalın əlləri ilə atılan cavanlar, şəhid olan cavanlara eşq olsun sizə deyir. Siz təsdiq etdiniz azadlığında halal olduğunu millətimizə, yəni millətimiz azadlığa layiqdir. Şəhid rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar, böyük Nəsiminin, baxın Nəsiminin Babəkin də adı çəkilib, Ulu Babəkin xeyir duasını aldı o gecə. Sanki o şəhidlər deyir, Nəsiminin Babəkin xeyir duasını alıblar, onların yolunu davam elətdirirlər. Xeyir duasını aldı o gecə. Zamandan irəli sıçrayıb yəqin tarixdə tarix dək qaldı o gecə. Onlar deyir, tarixdə də elə tarix dək qaldılar. Tarixlərdə qaldılar. Matəm mərasimi. Qəzəb şimşəyindən hər baxış nida, hər üzdə, hər gözdə bir sual ağlar. İnsanlar qəzəblidirlər. İnsan dənizinin dalğalarında insanlar, yəni belə deyim də, insanların o çoxluğunu dənizə bənzədib, üzür asta-asta tabut qayıqlar. Dəfn etmə mərasimi. Xalq dözə bilsə də zülmün şərinə yanır gözlərində. Yəni deyir, bir təhər dözürlər, amma gözlərində kin var, nifrət var. Alıb tabutları çiyinlərinə, sanki deyir, bu cinayəti Allaha göstərirlər. Allaha həvalə eləyirlər. Yəni bu vəhşətləri, bu dəhşəti Allaha göstərirlər. Qızıl qərənfillər əllərdə min-min, şəhidlər önündə bir an dondular. Fədakar oğullar, sanki görürsüz, Bəxtiyar Vahabzadə o öz gördüyü tarixi hadisələr var ki, həmin dövrdə baş verən 20 yanvar faciələri öz gözü ilə şahidlik edib və onları deməli burada əks etdiribdir. Şəhidlər önündə bir an doğdular. Fədakar oğullar Rəsulzadənin burada 1918-ci ilə də işarə var təbii ki, mart hadisələrinə. Fədakar oğullar Rəsulzadənin bayrağı altında dəfn olundular. Rəsulzadənin bayrağı altında dəfn olundular. Daldı bir anlığa sükuta yer göy, millət ürəyini sükutdan asdı. 18-də, baxın 18-də ölən şəhidlər, təzə şəhidləri bağrına bastı. Yəni 1918-ci ilində hadisələrinə bir işarə var. Həmin dövrdə ölən şəhidlərin deməli orada dəfn edilibdir. Daha sonra axı biz nə eləmişdik? Şəhidlər xiyabanı, dilə gəlir məzarlar. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual, burada isə elə bir ki, həmin dövrdə o şəhid olmuş şəxslərin adı var. Bu ittiham, bu sual şəhidlərin birləşən hər yasında səslənir. Fərizənin ilhamın